Milliyyətcə erməni idi, amma ruhən tam bir Azərbaycanlı kimi düşünürdü. Sergey Parajanovdan danışıram. Hətta o qədər ki, dünya kinosunu yerindən oynadan Narın Rəngi filminin vizual ssenarisini Azərbaycan xalçalarının naxışları üzərində qurmuşdu. Bilirsinizmi? O filmlərindəki mistik sükutu Azərbaycan muğamı ilə doldururdu. Musiqi tərtibatını Alim Qasımova və Cavanşir Quliyevə etibar edəcək qədər bizə aşiq idi. Deyirdi ki, mən Tiflisdə doğuldum, Ukraynada dustaq oldum. Amma Azərbaycanın rəngləri olmasaydı, mən kör olardım. Bu eşq sadəcə vizual görüntülərdə qalmadı. 1988-ci ildə o kamerasını bizim ən qədim dastanlarımızdan birinə, Aşıq Qəribə çevirdi. Bir erməni rejissorun Gürcü kinostudiyasında bir Azərbaycan dastanını dünyaya tanıtması. Bu sadəcə bir film deyildi. Bu sənətin bütün coğrafi və siyasi sərhədləri darmadağın etdiyi an idi. Onun üçün nə milliyyət vardı, nə də aşılmaz sərhədlər. Çünki o bilirdi, incəsənət insanın özünü başqasının ağrısında və sevgisində tapmasıdır.